il önce karşıma bir vakansiya çıxdı. Müraciət etmək üçün çox tərəddüd etdim. Axı bu mənim ilk rəsmi pedaqoji fəaliyyətim olacaqdı. Amma içimdən bir səs dedi ki, niyə də yox, Lalə, sən bunu çox gözəl şəkildə bacaracaqsan. Və mən düşünmədən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin turizm ixtisası fənni vakansiyası üzrə müraciət etdim. Bu qərar həyatımda çox şey müsbətə doğru dəyişdi. Təhsil alan gənclərlə ünsiyyət qurmaq, onları inandırmaq, motivasiya etmək böyük səbir və əzm tələb edir. Həqiqi müəllimlik də elə buradan başlayır. Təkcə onlara fənni öyrətmirsən, həm də onların həyatına toxunursan və bu prosesdə sən də dəyişirsən, böyüyürsən, fayda verirsən. Bugün tələbələrimdən biri artıq aşpaz kimi fəaliyyət göstərir. Mətbəxdəki hər toxunuşunda, hər təqdimatında bir zəhmət, bir əzmkarlıq var idi. Onun uğurunu görmək, susub sadəcə gülümsəmək istədiyim andır. Mən Rızayev Elnur, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin 450 ixtisali qrupunun turizm üzrə yaşam mütəxəssisinin məzunu olmuşum. Nə yalan deyim, peşəyə daxil olarkən təhsilimin necə olacağını bilmirdim. Ən azından vaxtım boşa getməsin deyə bir peşəyə sahib olmağını istədim. Bu ixtisasa qəbul olanda düşünməzdim ki, bir gün mətbəxdə aşpaz olaraq çalışacağam. Amma yaxşı ki, qəbul oldum. Bu gün Xəzər Palasda aşpaz olaraq çalışıram və işimdən çox məmnunam. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bütün kollektivinə təşəkkür edirəm. Sən də tərəddüd etmə. Bəlkə də sənin də hekayən buradan başlayacaq.